Bəlkə bir gün qocalacağam, amma heç vaxt böyüməyəcəm. Çünki daxilimdəki o balaca uşaq hələ də yaralıdır. Arxamda çox söz danışa bilərsiniz, amma üz-üzə gələndə ata ilə oğul arasında pərdə olmalıdır. Allah deyib ki, səbr et. Gör sənin qəlbinin qıranların sevdiklərindən necə imtahan çəkirəm. Sevgi yoxdur deyir çoxları. Sevgi var. Hazreti Yusuf kimi sevər, Züleyxa kimi gözləyər yox. Nə gözəl deyib Həzrət Əli. Dustaq olduğun yer sevginin qəlbidirsə, azadlığın canı cəhənnəmə. Hava sərin, mövzu dərin. Ən sevdiyin yerin mənə baxan gözlərin. Narahat olmayın, kimin kim olduğunu yaxşı bilirik. Sadəcə oyunun qaydalarına görə. Buraxın gedən geçsin, silən silsin. Atacaq sümüyünüz varsa, gələcək itiniz də çoxdur. Bəlkə də düşündüyün qədər mükəmməl biri deyiləm, amma düşünmədiyin qədər çox sevirəm səni. Nə meşədə çaqqal qalıb, nə də cəhənnəmdə şeytan. Elə hamısı öz aramızdadır. Yaxşıya yaxşı, pisə pis olmuşuq. Kimin bizdən problem axtarır, problem onun qanındadır. Sən kişi deyilsən, qadının nazını çəkməlisən. Küçəndə bağışlı ömrün bir səhv idi, oldu deyib könlün almalısan. Yeni insanları tanımağa ehtiyacımız yoxdur. Biz hələ öz ətrafımızdakı insanları yaxşı tanıyabilirik. Sevgi, buna sevgi deyirsən, gündə birindən danışmaq, yoxsa istədiyin cür hərəkət etmək, yoxsa xəbərsiz harasa getmək, yoxsa mən əslində qıraqdan egoist kimi görünüb, amma hər kəsə çox sadə yanaşan biriyəm. Geniş dostu ətrafı varmışsa düşünürəm, amma barmaq sayılacaq qədər. Kimlərdən qorxacam? Başını aşağı salıb düz yolundan gedən qıza söz atan oğlancıqlardan qorxacam? Yoxsa bir nəfərin üstünə 10 nəfərdən qabaqdan hansısa qızın gəldiyini görüb telefonumu əlimə alıb başımı aşağı salıb gedirəm. Mənə bütün oğlanlar da eyni deyə bilmərsiniz. Düzdür, ailə dəyərlidir, amma mən ailəmə heç bir problemi danışa bilmirəm. Çünki onların fikrincə mənim nə yaşım. Oturduğum stolda mənə qarşı edilən pisliklərdən, nankorluqdan danışdım. Nəysə dostlarımın üzü qızardı. Mən kişiyəm, mən oğru, avara, lutlu deyiləm. Bu həyatı prinsipinə görə yox, aləminə görə yaşayıram. Mən bəzi yaşlarım kimi ötürüm. Kişi, kişinin evinə lal girər, kör oturar, kar çıxar. Bəli, mən köhnə fikirdəyəm. Mənim sevdiyim qızım oğlan dostu, sinif yoldaşı, qrup yoldaşı olmalı deyil. Biz dədə-babalarımızdan belə görmüşük.